Salam, hər vaxtınız xeyir olsun. Bugün mən biologiya OTK 20 sınaq testindən 3-cü sınaqdan 12-ci sualın izahını vermək istəyirəm. Sualda deyilir ki, ATF molekullarında azot əsaslarının sayı x-dir, yəni məlum deyil. Ortofosfat turşusu qalıqlarının sayı isə 36-ya bərabərdir. Makroeqrik rabitənin sayı da məlum deyil, y-dir. Onda biz bizə ortofosfat turşusu qalıqlarının sayı verilərsə, x-in və y-in qiymətini tapa bilərik. Bilirik ki, hər bir ATF molekulunda 3 ortofosfat turşusu qalığı var. Bu zaman ümumi qalıqları 36-nı bölürük 3-ə. Tapırıq ki, 12 ATF var ki, hər ATF-də də bir dənə adeninli azot əsası var. Demək, x-in qiyməti, yəni azot əsasının qiyməti 12-yə bərabər olur. Əgər ATF molekulunun sayı 12-dirsə, hər bir ATF molekulunda makroeqrik rabitənin sayı 2-yə bərabərdir. Bu zaman 12 ATF molekulunu 2-yə vururuq, 24 makroeqrik rabitə olduğunu tapırıq. Demək, y-in qiyməti isə 24-ə bərabər olur. Bizdən x üstəgələk y cəmini istədiyi üçün 12-nin üzərinə 24 gəlirik, olur 36. Doğru cavabımız olur C variantı, 36.